فاسألوا أهل الذكر إن كنتم لا تعلمون. Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah. Əmmə ba'd. Aləmlərin Rəbbi olan Allaha həmd olsun, onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə və qiyamət gününə qədər onun ardınca gözəl şəkildə gedənlərə Allahın salamı olsun. Allah üçün sevdiyim, özünə, şəxsiyyətinə hörmət etdiyim bir qardaşım məndən nəsihət istəmişdi. Bu da bəzi qardaşların bidət əhli barəsində, onlara yanaşmada səhlənkar olmaları və nəsihət etdikdə, bidət əhlindən çəkindirdikdə, bidət əhlinin pisliklərini onlara qeyd etdikdə, bu qeybətdir, qeybət etməyin və yaxud da hər hansısa bir qardaşın, elm tələbəsinin bidət əhlinin problemlərindən danışdıqları zaman bu xavaricdir, bu təkfirçidir, bu hizbidir, bu əşari və yaxud da matrudidir deyərək ondan uzaq tutmaq istədiyi zaman sələfi qardaşları əksər vaxt etirazlarla qarşılanır. Bəzən Allahın dinini bilməyən, elmdən xəbəri olmayan bəzi qardaşlarımız zənn edirlər ki, bidət əhli haqqında danışmaq və yaxud da onlardan hər hansısa bir söz demək, onların pisliklərini göstərmək və yaxud da onlardan çəkindirmək bu qeybətdir. Əksinə, vallahi, bu dinimizin əslidir, özəyidir. Allah Azza və Cəllə bizləri şeytandan, kafirlərdən, onların əməllərindən və digər pisliklərdən çəkindirib. Muhammed sallallahu aleyhi və səlləm həmçinin hətta bidətlər çıxmadığı bir dönəmdə bizləri bidətdən çəkindirib, bidət əhlindən uzaq durmağa, sünnədən və xəlifələrin sünnəsindən tutmağa çağırıb, şövq edib, yönəldib, səsləyib. Onun üçün, qardaşlarım, elm, dəvət, siravi və cahil insanların fikri ilə, düşüncəsi ilə ortaya qoyulmaz. Allahın dini alimlərin sözləri ilə baxılar. Əhl-Sünnə vəl-Cəmaa əqidəsinin müdafiəsinə qalxar. Çünki bidət əhli, necə ki İmam Əhməd deyir, onların səsküyü çoxdur. Onlar səsküylü olurlar. Və vallahi biz alimlərin və sələflərin sözlərinə baxdığımız zaman görürük ki, onların bidət əhlindən elə bir şəkildə, elə bir şiddətli bir şəkildə çəkindirmələri, uzaq tutmaları, onlardan qaçmağa çağırmaları elə bir böyük həddə sözləri var ki, bugün sələfi elm əhli o sözlərin bidət əhlinə qarşı heç yarısını işlətməyib. Heç yarısını işlətməyib, subhanallah. Əgər bugünkü sələfilər, hansı ki, rədd eləyirlər bidət əhlinə, hətta mütəqaddim, bizdən öncəki sələflər görsəydi bunları, zəifçilikdə bidət əhlinə cavab verməməklə, rədd etməməklə ittiham eləyərdilər. Yəni, az rəddlərinə görə, şiddətli sözləri işlətməməklərinə görə. Sələflərin bu barədə sözləri çoxdur. Hətta sələflər bidət əhli ilə oturub durmağı, onlarla bir məclisdə olmağı, onlardan hər hansısa bir sözü eşitməyi belə qadağan edirdilər. Məmun ibn Mihran deyir ki, bidət əhlinə qulaq asma. Çünki onun sözlərindən hansının sənin qəlbində ilişib qalacağını sən bilmirsən. Əbu Qələbə rahiməhullah deyirdi ki, bidət əhli ilə oturub durma. Çünki mən zəmanət vermirəm ki, onlarla oturub durduqdan sonra onlar səni zəlalətə salmasınlar. Və sənə bəzi şeyləri təlbis edib gözvə gözəl göstərməsinlər. İmam Malik deyirdi ki,
qəlbləri azmışları sənin qulaqlarına, onların səsinin çatmağına icazə vermə. Çünki qulaqların eşitdikdən sonra qəlbində onların bidətlərindən, sözlərindən, zəlalətlərindən hansının ilişib qalacağını sən bilmirsən. Və buyururdu ki, bidət əhlindən elm götürülməz. Çünki onlar bidətlərinə çağırırlar. Həmçinin qardaşlarım, bəzən qardaşlar görürsən ki, etiraz edir ki, mən onun gözəl sözünə qulaq asıram, mən onun yaxşı dediklərini götürürəm. Gözəl qardaş, sən əgər yaxşını pisdən ayıra bilsəydin, bidət əhlinin heç bir sözünə qulaq asmazdın. Çünki bilərdin ki, bidət və bidət əhli bütövlükdə zəlalət əhlidirlər. Necə ki, İmam Əhməd rahimehullah deyirdi, heç bir bidət əhli ilə öz dinində məşvərət etmə. Dinin barəsində onlardan soruşma. Və səfərə çıxdıqda da onlardan heç biri ilə yoldaşlıq və səfərlik etmə. Avza'i rahimehullah deyirdi ki, əgər görsən ki, bir kişi deyir ki, mən əhl-i sünnə ilə də otururam, bidət əhli ilə də otururam, bil ki, həmin şəxs haqla batili, gecə ilə gündüzü, isti ilə soyuğu, zülmətlə nuru birləşdirmək istəyir. Adam bilmir neynir. Adam iki əksi birləşdirmək istəyir. Və belə adamlar çoxdur, vallahi deyəndə ki, filan kəsin əqidəsində, mənhəcində, tutduğu yolunda, getdiyi yolunda problem var, təkfirçidir. Deyir ki, ata-anadan danışır da, əxlaqdan danışır da. Qardaşım, əxlaqdan danışdıqdan sonra səni hansı bəlalara salacaq, sən onu bilmirsən. İmam Soyur rahimehullah deyir ki, kim bidət əhlinə qulaq asarsa, Allah onun eşitdiklərində ona fayda verməz. Və vallahi bu belədir. Heç bir kəs yoxdur ki, bidət əhlinə qulaq assın və ondan faydalansın. Vallahi azmaqda heç bir fayda ola bilməz. Mus'ab ibn Sa'd deyirdi ki, dinində fitnəyə düşmüş, bidətə düşmüşlərlə bərabər oturub durma. Çünki ondan sənə iki şeydən başqası gəlməz. O ya səni fitnəyə salıb dinindən bidətlərə salacaq, ya da sənə əziyyət edəcək sözləri ilə əziyyət edəcək sənə və sənin qəlbində əziyyəti qoymuş bir şəkildə durub gedəcək. Fudayl rahimehullah deyirdi ki, səni çəkindirirəm bidət əhli ilə oturmaqdan və mən qorxuram ki, Allah sənin onlarla oturduğuna görə səni cəzalandırar. İmam Bərbahari rahimehullah deyirdi ki, qardaşlarım, əgər görsən ki, bir kişi çoxlu ibadət edəndir, müctəhiddir, ibadətlərində şiddətli ibadət edir, gecəsini gündüzünə qatıb, lakin bidət əhlidir. Deyir ki, onunla oturub durma, onun sözünə qulaq asma, onunla bərabər yolda gəzmə. Çünki mən qorxuram ki, sən onun ibadətinə baxıb yolunu gözəl sayarsan və onunla bərabər həlak olarsan. Vallahi sələfi alimlər bidət əhli ilə oturub durmağı, onlara qulaq asmağı, sözlərinə dinləməyi, bu yaxşıdır, bu pistir, yaxşını götür, pisi at, deyərək ayırmağı həlaşdan görürlər. Bir kişi Həsən rahimehullahın yanına gəlir və ona deyir ki, Əbə Səid, ey Əbə Səid, gəl səninlə münaqişə edək. Bidət əhlindən biri gəlib Həsən rahimehullaha deyir ki, gəl səninlə söhbət edək, mən səni başa salım, öyrədim. Həsən rahimehullah deyir ki, mən öz dinimi bilirəm, bəsirət sahibiyəm. Sən əgər dinində şübhədəsənsə, ged özün üçün axtar cinan, dəlilləri, mənim ehtiyacım yoxdur. İmam Əhməd vallahi deyirdi ki, əgər bir cavanı görsən ki, ilk yetişdiyi zaman sünnə əhli ilə oturub durur, ondan möhkəm yapış, ondan xeyir yox, əgər görsən ki, bidət əhli ilə oturub durur, ondan əlini üz. Çünki cavanlar ilk yetişdikləri şeyin üzərindədirlər. İbn Teymiyyə rahmehullah iki şey cəm edərək deyir ki, sələflər
bidətdə düşəndən dinlərini qorumağı tövsiyə edirdilər ki, ondan dininizi qoruyun. Günahkardan da dünyalarını qorumağı tövsiyə edirdilər. Sonra qardaşlarım, vallahi, bidət əhlini tərk etmək, xata üzərində olanlara həcr etmək, bu əhl-i sünnənin yoludur. Necə ki, Salih İbn Abdüləziz Əli-Şeyx deyir ki, minəs sünnəti, sünnətdəndir ki, bidət əhlini tərk edəsən, onları bəyan edəsən, onlar haqqında danışasan və onlardan uzaq durasan. Çünki əhl-i sünnənin imamları bu şəkildə belə edirdilər. Və həmçinin qardaşlarım, bidət əhli ilə dostluq etməyin, oturub durmağın, dərslərinə qulaq asmağın, hətta içərisində fayda görsən belə, vallahi, böyük zərərləri var. İmam Əkbəri, rahiməhullah, deyir ki, Muğeyrədən Muhammed ibn Səib heç bir bidəti olmadan çıxmışdı. Sonra bidət əhlinin yanına dedi ki, gəlin gedək, onların danışdıqları sözlərinə qulaq asaq. Vallahi deyir, oradan qaydanda artıq qəlbində bidətdən artıq şübhələr var idi. Bu, qardaşlarım, dediyimiz, adlarını çəkdiyimiz adamlar alimlər idi. Alimlər, subhanallah, gedib bidət əhlinə qulaq asdıqları zaman, onlardan bir şey eşitdikləri zaman şübhəyə düşürdülər. Hətta bidət əhlindən onlarla söhbət etməyə gələnləri Həsən Basri rahimehullah kimi rədd edirdilər. Deyirdilər ki, mən dinimdə sabitəm, elhamdülillah. Söhbət eləmə mənə. Çünki qəlblərinə görə, dinlərinə görə qorxurdular. Yahya ibn Ma'in deyir ki, Davud ibn Mihbar hədislə tanınan biri idi, hədis yazırdı. Hədisi tərk edib Mu'təzilələrin yanına getdiyi zaman onu fəsada uğratdılar. Fəsada uğratdılar, azdırdılar. İbn Qayyim rahimehullah, qardaşlarım, bidət əhlinin, haqdan dönənlərin, Qurandan üst çevirənlərin, qəlbi Allahdan qafil olanların, günah sahiblərinin, qəlblərinin cəhimdə, cəhənnəmdə olduqlarını deyir, qiyamət günündə böyük cəhimdən əvvəl. Və ayə gətirir buna. İnnəl əbrarə ləfī nəim. Şübhəsiz ki, yaxşılıq edənlər, əbrar, nəim, neymətlər içində olacaqlar. Facirlər isə, günahkarlar isə cəhimdə olacaqlar. Və həmçinin bidət əhlinin, vallahi, zərərləri böyükdür, çoxdur. Onun üçün deyəndə ki, qulaq asma, sənin dinini qorumaq istəyir, qardaşlar. Səni çəkindirəndə, səni yönəldəndə. Bu, vallahi, həmin qardaşın səni sevməsidir. Bu, qeybət deyil. Əgər biz çəkindirməyə, şəxsləri bəyan edilməyə, haqq üzərində, kitab və sünnədən əlimizdə burhan və dəlil olduğu halda, bu, sələflərin yoludur. Əgər buna qeybət desəydik, biz bütün alimlərimizə qeybətçi, qeybət edən demiş olardıq. İmam Buxarinin cərh etdiyi, haqqında danışdığı yüzlərlə yalancı, bidətçi, hədisin götürmədiyi, tərk etdiyi İmam Əhmədin, İmam Şafinin, İmam Malikin, Ovza'inin, İbn Teymiyyənin, İbn Qayyimin, İmam Nəsainin, İbn Məcənin, Əbu Davudun, Tirmizinin, bu qədər böyük alimlərimizin, hədis alimlərinin işi bu olub. Bu hədis səhihdir və ya bu zəifdir demək üçün, zəif dediyi hədisin isnadında əgər zəiflik varsa, orada olan şəxslərdən ya kimsə yalancıdır, mudəllisdir, o adamlar haqqında danışıblar bunlar, bəyan etmək üçün. Onun üçün insan bilməlidir ki, bidət əhlinin zərəri var, bidətin böyük zərərləri var. Ömər ibn Xattab radiyallahu deyirdi ki, hər bir bidət zəlalətdir. İnsanlar onu yaxşı görsələr belə. İbn Sirin rəhməhullah deyirdi ki, mən ən qəlbinin İslamdan dönən, riddətə düşən, İslamdan çevrilən şəxsləri bidət əhliləri gördüm. Bidətə düşənin dindən çıxması, azması və getməsi daha tez olur, subhanallah. Onun üçün bidətin zərərlərindən vallahi odur ki,
İbn Hibban rahimehullah deyir ki, dünyada elə bir bidət əhli yoxdur ki, hədis əhlindən nifrət etməsin. Bax ki, bütün bidət əhli sələfilərə şiddətli söz deyirlər, qeybət edir söz deyirlər, məclisləri qeybət məclisidir söyləyirlər. Aşağılayırlar. Çünki nədir? Sənin dinini qorumaq üçün, öz dinini qorumaq üçün, İslamı, təmiz İslamı qorumaq üçün, Muhammed sallallahu aleyhi ve sellemin sünnəsini qorumaq üçün, bundan uzaq dur dediyi üçün. Bütün bidət əhli də həmin sələfiləri, haqq üzərində olanları, sünnə əhlindən olanları pis göstərmək üçün qəlbləri nifrət edir. Sənə elə göstərirlər ki, bunların məclisi ancaq qeybət məclisidir. Vallahi yalandır, olmayıblar bizim məclislərimizdə, dərslərimizdə, söhbətlərimizdə. Elə bir bidət əhli yoxdur ki, dünyada sünnə əhlinə nifrət etməsin. Sonra deyir ki, vallahi bir kəs bidət etdiyi zaman sünnənin, hədisin şirinliyi, gözəlliyi, üstünlüyü onun qəlbindən çıxardılar. Adam sünnəni görəndə ləzzət almaz. Sünnə əhlini görəndə sevməz. Çünki nuru zülmətlə əvəz eləyib. Nuru zülmətlə, gündüzü gecə ilə və cahilcəsinə bilmədən əhl-i sünnəni ittiham eləyib. Fudayl ibn İyad deyirdi ki, kim bidət əhli ilə oturub durarsa ona hikmət verilməz, kör olar, hikmət sahibi olmaz. Və deyir bəziləri, yaxşını götür pisə at. Sənin bidət əhlinə qulaq asmağın, hətta doğru sözləri olsa belə pisdir, yaxşı şey yoxdur onlarda. Çünki bu şəkildə desək, elə bir firqə yoxdur ki, onlarda zərrə qədər də olsun, yaxşılıq olmasın. Mu'təzilədə olsa, Cəbriyədə olsa, Rafizlərdə olsa, Sufilərdə olsa, Əş'arilərdə olsa, Maturidilərdə olsa, fərq etməz. Hər birində az da olsa, çox da olsa, yaxşılıqlardan var, o zaman biz gedib Cəbriyələrə mi qulaq asaq, Rafizlərə mi qulaq asaq, Ələvilərə mi qulaq asaq? Bu söz deyil. Yaxşını götür, pisi at, yaxşını götürmək bütövlükdə bidət əhlini tərk etmək deməkdir. Bütövlükdə sözlərini dinləməmək deməkdir. Hətta bidət əhli gəlib sənə Quran oxusa belə, Qurandan ayə oxusa belə qulaq asma. Ged əhl-i sünnədə o Quranın ayələrini bilənlər də var, oxuyanlar da var. Ged onlardan qulaq as, ged özün oxu, ged özün aç. Bidət əhlindən bir hədis olsa belə qulaq asma. Bidət əhlindən ayə olsa belə qulaq asma. Vallahi sən bilmirsən ki, dediyi ayənin altında qəlbindəki hansı şübhə var ki, onu sənin qulağına sırğa edəcək, qəlbivə də şübhə. Sonra altından çıxa bilməyəcəksən, həlak olacaqsan. Bidət əhli ilə oturanlar hikmətdən uzaq olar. Çünki bidətə düşən sünnədən neysə tərk eləməlidir. Bidəti götürən sünnəni buraxmalıdır. Abdullah ibn Mübarək deyirdi ki, bidət sahibi üzündə zülmət olar. Hətta bütün günü 3 dəfə üzünü güzgü qabağında yağlasa belə. Onun üçün vallahi Şeyxülislam İbn Teymiyyə rahimehullah deyirdi ki, əgər qəlblər bidətlə məşğul olarsa, sünnədən uzaq olar, sünnədən yan keçər. Və vallahi bu səbəblədir ki, bidət həmişə firqə, bölünmə, parçalanma ilə bərabər adlandırılır, dilə gətirilir. Əhlül bid'əti vəl firqa deyilir. Bidət və firqə əhli, bölünmə əhli. Bölünmənin də, firqələrə düşmənin də, yoldan azmanın da qarşılığı Allahın əzabıdır, lənətidir, üzdə qaranlıqdır. Allah Rasulunun onlardan uzaq olmasıdır, bəri olmasıdır. Əhl-i sünnə isə cəmaatla, sünnə cəmaatla bərabər adı çəkilir. Bidət isə bölünməklə. Əhl-i sünnə bölmür, əhl-i sünnə təmizləyir Allahın dinini. Zəif hədislər kitabı var. Nə üçün ayrılıb? Hələ götürək də hamısın. Alimlər nə üçün bölüblər? Nə üçün bu bidət əhlidir, tərk edin deyə qeyd ediblər. Həmçinin bidətə düşmənin səbəbləri var. Əbu Osman Ən-Neysəburi deyir ki, kim
istək və arzularını, nəfsinin istəklərini tətbiq edərsə, o bidətlə danışar. Bidət əhli öz nəfslərini, necə ki İmam Şatibi deyir, hakim tutduqları üçün istəklərini, öz doğru gördüyü yollarını üstün tutduqları üçün hava əhli adlanıblar. Bidət əhlinə bəzən əhlül həva deyilir, hava əhli. Çünki nəfslərinin istəklərinə tabi oldular. Şəriətin dəlillərinə yox. Şəriətin dəlillərinə yox, kitab və sünnəyə yox. Onun üçün həva əhli adlanır olar. Bidət əhli öz nəfslərinin havasını Rəblərinin hudasından, doğru yolundan üstün tutdular. Onun üçün onlar Allahın yolundan ən azmış insanlar oldular. Onun üçün alimlər şəriətdə bidət bidətdirsə, onun nə kiçiyini görərdilər, nə balacasını. Nə yaxşısını görərdilər, nə pisini. İslamda yaxşı bidət, pis bidət yoxdur. Balaca bidət, böyük bidət yoxdur. İmam Bərbahari rahimehullah deyir ki, kiçik bidətdən çəkindirmək lazımdır. Yeni çıxmışlardan. Çünki vaxt keçdikcə o böyük olacaq. Və həmçinin bidəti inkar eləmək lazımdır. Bidətçini inkar eləmək lazımdır. Əgər insanlar arasında yayılarsa o sünnə olacaq. Sünnə olacaq. İnsanlar onu doğru yoldan görəcəklər. Hətta qardaşlarım, bidət əhli ilə evlilik alimlər icazə vermirdilər. Çünki evlənib azanları görürdülər. Allah Azza və Cəllə bizə nikah etməyi, qadınları almağı, evlənməyi halal edib. Lakin dinivə zərər varsa, dinivi əlindən alacaqsa, sünnən əlindən alacaqsa, alimlər qardaşlarım, bundan çəkindiriblər, təhlükədir. Dünya olaraq qadın əldə edəcəksən, axirətin əldən gedəcək. İbn Həcər rahimehullah xavaric qadınlardan biri ilə evlənib xavaric olanları bizə xəbər verir. Və həmçinin qardaşlarım, bəzən bidət əhli ilə də haqq var. Onların bütün sözləri batil deyil. Qulaq asaq görək nə deyirlər. Vallahi ehtiyacımız yoxdur. Bizim sünnədən, sünnə əhlindən, alimlərimizdən, dəvətçilərdən və elm tələbələrindən o qədər gözəl dərsləri, o qədər silsilə olan dərsləri, moizələri və mövzuları var ki, bizim vallahi bidət əhlinin az olan, qatışıq olan, içərisində hansının xeyr, hansının şər olduğunu bilmədiyin dərslərinə ehtiyacımız yoxdur. İbn Teymiyyə rahmehullah qardaşlarım deyir ki, bidət əhlinin etdiklərinə nasranilər daha çox sevinir. Müsəlmanlardan bidət əhlinin nasranilərin dininə uyğun onlara oxşamaqları bidət əhlini daha çox sevindirir. Və şeyx buyurur ki, وَيُحِبُّونَ أَنْ يُقَوِّ ذَلِكَ وَيَكْثُرْ Sevirlər ki, istəyirlər ki, onlarda bu bidət çoxalsın, güclənsin. Və istəyirlər ki, müsəlmanların içərisində də öz rahibləri, ruhbanları kimi olanları etsinlər. Müsəlmanların içərisində də öz alimləri kimi yalançıları etsinlər. Və həmçinin, subhanallah, bəzən bidət əhlindən olanlara hər hansısa bir söz deyəndə deyirsən, çox sərtsən. Vallahi, sələflər bidət əhlinin başına gələnləri hansısa müsibətə düşməklərinə sevinirdilər. Əhməd ibn Əbi Davud Cəhmiyyə məzhəbində idi. Quran-ı Kərimin yaradılmış olduğuna, məxluq olduğuna çağıranlardan idi. Abdüləziz ibn Yəhyə Əl-Məkki onun yanına girir. Hansı vaxt ki, Əhməd ibn Əbi Davud o iflic olur, hərəkət edə bilmir, iflic halda evində qalır. Və ona deyir ki, vallahi, mən səni ziyarət etmək üçün gəlməmişəm. Gəlmişəm ki, burada Allaha həmd edim ki, səni öz bədənində, öz evində həbs edib. Yəni, deyir ki, gəlmişəm ki, deyim ki, Əlhəmdülillah ya Rabbi, bu bidətçini, bidətə düşəni, yaxşı ki, sən zəlil etmisən, rəzil etmisən.
öz cildində iflic edərək həbs etmisən. Həmd olsun sənə bunu şikəst etdiyinə görə. Evindən çıxa bilmir və bidətini yaya bilmir. Bu sələflərin sözlərinə bax, subhanallah. Bizlərdən heç birimiz belə bir çətin, ağır, böyük söz işlətməmişik bidət əhlinə qarşı. Hansı ki, deyəsən ki, sələfi qardaşlarımız qeybət edirlər. Sələflər bidət əhlinin ölümü çatdığı zaman onlara ki, filan bidətçi ölüb, sevinirdilər. Bişir ibn Hərith deyir ki, mən bazarda olduğum zaman Mureysi deyilən biri bidət əhlindən olan onun ölüm xəbəri gəldi. Və o deyir ki, Elhamdülillahillezî əmətə, onu öldürən Allaha həmd olsun. Və deyir, əgər cəmaat baxıb şöhrət yeri olmasaydı, bu şükür və səcdə səbəbi idi burada. Və vallahi, qardaşlarım, bidət əhlini dünyada tərk edib onlardan ayrılmaq daha yaxşıdır. Nəyin ki, onlarla ahirətdə bərabər olmaq istəməyəcəksən, vallahi. Kaş ki, dünyada onları tərk edəydim, onlarla bərabər olmayaydım deyəcəksən. İndi asandır. Sənə deyilir, tövsiyə edilir, nəsiyyət edilir. Tərk elə bidət əhlinə. Oturub durma, qulaq asma. Statusa qoyur, 30 saniyəlik. Vallahi ondan daha gözəl danışan qardaşlarımız var. Sözləri var, nəsiyyətləri var. Ehtiyac yoxdur bizim bidət əhlinin nəsiyyətlərinə, statuslarına, 30 saniyələrinə. Sənin bidət əhlini dünyada ikən tərk eləməyin daha asandır. Nəyin ki, sənə çətin olacaq? Qiyamət günü Allahın qabağına Rasulunun düşməni ilə gəlmək, Rasuluna xain deyənlə gəlmək, Rasulunun sünnəsini tapdayanla, özünün havasına uyanla gəlmək ağır olacaq sənin üçün. Necə ki, bunu İbn-i Qeyyim rahimehullah deyir və and içir və deyir ki, fəvallahi, and olsun Allaha ki, bidət əhlinin, hava əhlinin dünyada tərk etmək daha asandır. Nəyin ki, onlarla bərabər qiyamət günü birgə olmaq. Sonra ayəni oxuyur. Yəhşurullezîne zalemu və əzvacəhum. Allah Azze və Cəllə deyir, zalimları və onların həmtaylarını bir yerə yığın. İbn-i Qeyyim rahmehullah bunu bidət əhli ilə bərabər olmağa gətirir. Bidətçini və onun tayını, hansı ki statuslara bidət əhlini qoyurdu. Hansı ki sünnə əhlinə qəlbi nifrət edirdi. Qeybət edən kimi baxırdı. Məclislərində ürəyi sıxılırdı. Çünki qəlbi bidət əhlinə sevgi ilə dolu idi. Deyiləcək ki, onu və onun tayını gətirin. Subhanallah. İmam Ömər ibn Xattab, möminlərin əmri və həmçinin İmam Əhməd deyir ki, və əzvacəhum, onların tayını, onlara oxşayanları, onlarla bərabər olanları, eyni sözü deyənləri gətirin deyiləcək qiyamət günü. Bəzi qardaşlar onlara baxıb, sanki ibadətlərinə, onların çox ibadət etməsinə, filanla və filanla allanırlar. Və buna bidət əhlinə allanmaq lazım deyil, vallahi. İmam Əl-Əcuri rahimehullah deyir ki, bir kəs müsəlmanların imamına qarşı çıxarsa, müsəlmanların qanını halal sayarsa, cəmaatı bölərsə, qılıncı cəmaata qarşı çəkərsə, vallahi onun çoxlu Quran oxumasına, gecə namazına durmasına, oruç tutmasına, gözəl sözlər danışmasına, elmi ləfzləri dilinə gətirməsinə fikir vermək lazım deyil. Əgər xavaricilərin məzhəbindədirsə, və bu söz hər birinə deyilir, əgər rafizlərin mənhəcindədirsə, əgər hizbilərin mənhəcindədirsə, əgər rafizlərin yolundadırsa, əşarilərin yolundadırsa, maturidilərin yolundadırsa, fərq etməz. Bütün bidət əhlinin, qardaşlarım, bütün bidət əhlinin. İmam Əvzai rahimehullah bidəti inkar etməyin vacibliyini bəyan edərək deyir ki, bidət çıxdığı zaman bidəti və onun əhlini inkar edin, yoxsa sünnə olacaq. İnsanlar onları yaxşı görəcəklər. İbn-i Teymiyyə rahimehullah, qardaşlarım, deyir ki, əgər danışan, söhbət edən, bidətə dəvət edəndirsə, insanlara onu bəyan etmək vacibdir. Çünki onun şərrini onlardan uzaqlaşdırmaq, insanları qorumaq və onun şərrinin qabağını almaq lazımdır. İbn-i Teymiyyə rahimehullah qeybət eləmirdi.
bidəti və onun əhlini bəyanını deyirdi. İnsanların dinlərini qorumaq üçün, daha böyük şərdən çəkindirmək üçün. Qardaşlarım, Əyyub Əs-Sixtiyani deyir ki, Əbu Qaləbə mənə dedi ki, ey Əyyub, məndən 4 şey əzbərlə. Quran-ı Kərimi heç bir zaman öz rəyinlə demə. Öz fikrünlə Quranı şərh etmə. Qədər, bidətinə girmə. Muhammed sallallahu aleyhi ve sellemin sahabələri haqqında danışıldığı zaman dilvi tut, artıq əksi danışma. Və həmçinin sonda deyir ki, bidət əhlinin səsinin qulağına çatmasına icazə vermə. Qəlbivə şübhə atacaq. İstədiklərini qəlbivə atacaqlar, qulağından sırğı edəcəklər. Çəkin. Osman ibn Hadir deyir ki, İbn Abbasın yanına girdim, dedim ki, mənə nəsiyyət elə. 2 şey nəsiyyət elədi. Aleykə bil istiqamə, doğru yolda müstaqim ol və bidət etmə. Çəkindirirdi bidətdən. Və vallahi, qardaşlarım, bidət iblisə günahdan daha sevimlidir. İbn-i Teymiyyə rahimehullah deyir. İslam alimləri deyir ki, İnnəl bid'ətə əhəbbu ilə iblis min məsiyə. Bidət iblisə günahdan daha sevimlidir. Çünki bidətdən tövbə edilmir. Çünki elədiyini doğru yol görür. Lakin günahlardan isə tövbə edilir. Günahlardan isə tövbə edilir. Sələfi alimlər bidət əhlinin elmlərini tərk etməyi nəsiyyət edirdilər. Tövsiyə edirdilər. Alimlər, qardaşlarım, nə onların dərslərinə qulaq asmağı, nə də kitablarını oxumağı tövsiyə edirdilər. Hafiz İbn Əsakir rahimehullah deyir ki, mən Mu'təzililərin və digərlərinin Abdülcəbbər Ər-Razi vəl-Cəbai və Kə'bi və-Nizami bunlar kimi bidət əhlinin kitablarını tapdım. İcazəli deyil ki, onlara baxasan. Heç birinə baxmadım. Yanımda saxlamadım. Hamısını tələf etdim. Çünki onlara baxmaq insanın qəlbinə şübhə salar. İnsanın qəlbinə şübhə salar və insan bundan qurtara bilməz. Bidət əhlinin, qardaşlarım, şübhələri çox olur. Sünnə əhlinin isə sabitliyi. Əhl-i sünnə, onlar yəqin üzərində sabitdirlər. Onlarda şək yoxdur. Bidət əhli isə bidətlərində dərinləşdikləri qədər onların şübhələri də artır. Onun üçün çox vaxt görürsən ki, xoruz döyüşləri axtaran kimi gəl münaqişə eləyək, gəl söhbət eləyək, gəl danışaq, gəl bunu məsələn müzakirə eləyək. Hamımızı çağırıram müzakirəyə. Xoruz döyüşü də elə bilirsən. Çünki şübhəsi çoxdur. Mən dinimdə yəqindəyəm. Get dinini axtar. Sən get axtar. Mən şübhəm yoxdur olduğum əqidəmə, mənhəcimə, yoluma, sünnə əhlindən olduğuma. Elhamdülillah. Onun üçün bidət əhlindən olanların şübhələri çox olar, tərəddüdü çox olar. Əhl-i sünnəsi sabitdir bu məsələdə. Əhl-i sünnənin, elhamdülillah, alimləri, böyük elm tələbələri var. Hansı ki, Allah onlarla bu ümmətə fayda verib. Allah Azza və Cəllə faydalandırıb əhl-i sünnə vəl-cəmaanı bidət əhlinə rədd etməklə. Çünki, qardaşlarım, əhl-i sünnə danışdığı zaman əqidədən kitab və sünnəyə uyğun danışırlar. Rədd etdikləri zaman kitab və sünnə ilə rədd edirlər. Öz nəfsləri ilə deyil. Bidəti sünnə ilə rədd edirlər. Bidəti bidətlə rədd eləmirlər. Şeyx Salih ibn Abdüləziz Əli Şeyx deyir ki, bidət əhlinə rədd etmək bu, ümmətin, İslam alimlərinin bütün əsrlərdə olan halıdır. Bütün əsrlərdə olan halıdır. Onun üçün, elhamdülillah, qardaşlarım, biz bidəti rədd edən, bidət sözü rədd edən, əməli rədd edən, özünü rədd edən, bidətçini rədd edən bir kəsə sən qeybət edirsən deyə bilmərik. Əhl-i sünnənin digərlərindən fərqi, əhl-i sünnə, qardaşlarım, əlamətidir. Kitab, sünnə, sələfin fəhmi, ümmətin icması. Bu məsələlərin üzərində, elhamdülillah, yollarını davam edirlər. Rəylərini, ağıllarını, fasid fikirlərini Allahın dininə yürütmürlər. Onun üçün, vallahi, insan qorxmalıdır, çəkinməlidir, Allahdan qorxmalıdır. Bidətin yayılmasına, bidətçilərin digər insanlar arasında tanınmasına səbəb olmaqdan. Qorx Allahdan.
çəkindirirəm səni, Allahla qorxuzuram. Bidətçilərin tanınmasına, sözlərinin yayılmasına, insanlar arasında geniş qəbul edilməsinə səbəb olma. Vallahi sən də onlarla həşr olunarsan. Qorx Allahdan. Və son olaraq qardaşlarım, bütün qardaşlarıma tövsiyəm budur ki, sələfi alimlərini dinləsinlər, sələfi elm əhlini dinləsinlər. Onların bidət əhli haqqında yazdığı kitablarını oxusunlar. Bidət əhlinə rədlərini oxusunlar. Bu barədə əhlüsünnənin mövqeylərini oxusunlar. O zaman, əlhəmdülillah, haqqı batildən ayıracaqlar. Çünki əhlüsünnə bidətləri bəyan ediblər. İcmali və təfsili, qısa və geniş rədd ediblər. Keçmişdə olanlar və indikilər, açıq-aşkardır vallahi risalələri, bidətə rədləri, bidət əhli haqqında sözləri, Əhlüsünnə vəl-cəmaanın bu məsələdə müəllimi, ilk müəllimi Muhammed sallallahu aleyhi və səlləmdir, qardaşlarım. Sonra isə ona gözəl şəkildə tabi olanlar, sonra isə gözəl 3 əsrdə yaşayanlar, xeyirli əsrdə olanlar, sonra isə günümüzə qədər gələn alimlər. Bu nəsihət və tövsiyəni məndən Allah üçün sevdiyim, şəxsiyyətinə hörmət etdiyim gözəl qardaşım istəmişdi və əlhəmdülillah bu nəsihəti daha da çox uzun etmək olardı. Lakin dinləyənlərin yorulmaması və məsələnin məqsədini anlamaları üçün bu şəkildə qısa olaraq tutduq. Allah Azza və Cəllə eşidib fayda alanlardan etsin və bizlərə bu dinlədiyimizlə fayda versin. Allahdan istəyirəm ki, haqqı haqq olaraq göstərsin, batili batil olaraq göstərsin. Haqq əhlini də bizə bildirsin, batil əhlini də bizə bildirsin və onlardan haqq əhlinə tabi olmağı, bidət əhlindən isə uzaq olmağı nəsib etsin. Və sallallahu alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi və səlləm.